Salam. Kardeşlerden biri mənə video atmıştır. TikTok üzerinde yəqin ki paylaşılmış bir videodur. Acimdən deyə yazılıbdı adı. Əslində yəqin ki acəmdən deyə bir ifadədir. Bilmirəm. Yəni acımıdın yazılıbdır. Belə bir TikTok sahibi video paylaşıbdır. 3 dəqiqəlik bir video. Videoda qeyri-vəhiydən kənar vəhiylərin olduğunu iddia edilmişdir. Biz bunu ələ alacağıq inşallah. Müzakirədə bu videoda ümumi olaraq qəsd edilən birinci ayələri gətirir ki, deyir Ali İmran surəsi 124-cü ayəni gətirir ki, orada Rəbbiniz sizə 3000 mələklə yardım etməsini istəyir. Eğer önceden böyle bir vəd var idi mi? Hanı o ayə? Deyə soruşur. Yəni çox həqiqətən də gülünc bir ifadə ortaya qoyur. Sonra başqa bir ayət üzərindən danışır. Deyir ki, məsələn Bəqərə surəsi 187-də oruç gecələrində qadınların sizə halal edildi. Deyir haram edən ayə hanı? Onu göstərginəm. Həqiqətən də biraz maraqlıdır. Bunlar nə yeyir, nə içir. Nəysə. Sonra başqa bir ayə, Bəqərə surəsi 143-cü ayəni gətirir ki, Allah deyir səni bu qibləyə yönləndirdik, səbəbimiz budur. Yəni yönləndirici olan ayə hanı deyə, yəni öncəki qibləni göstərən və ya o qibləyə yönləndirən ayə hanı deyə bir sual yönləndirmiş. Və ondan sonra gətirir Təhrim surəsindəki 3-cü ayəni ki, bəs Allah orada deyir ki, bunu hər bir şey bilən sənə xəbər verdi. Xəbərdar olan bilən biri xəbər verdi. Orada da hər şey sözü yoxdur. Çox maraqlıdır. İndi danışacağıq o barədə. Deyir o xəbər hanı? Verdiyi xəbər hanı? İfadəsini ortaya qoymuşdur. Və Əhzab surəsi 37-də deyir ki, səni onunla zövcə etdik ifadəsi, yəni nicahladıq ifadəsi var. Yəni öncədən bu nicahlama hansı ayədə keçmişdir, bunu da soruşmuş olurum. Bunları inşallah biz istəyirik. Bu videomuzda ələ alaq. İndi nə qədər çəkəcək bilmirəm, yaxşısını Rəbbim bilir. Deməli, biz bu məsələyə ələ alsaq, mərkəzi və prinsipal bir sual kimi götürsək, çünki bu iddiaların hamısı eyni metod xətasından qaynaqlandığını görərik, ondan doğduğunu görərik. Qur'anı öz dili ilə yox, sonradan icad edilmiş xarici vəhiy modeli ilə oxumaq məsələsindən qaynaqlanır. Mən buna cavabı emosiyasız, ardıcıl və yalnız Qur'anın iç məntiqi ilə verməyə çalışacağım. Heç bir filan kəs deyir, yaxud filan alim belə dedi, bu kimi şeylərə girmirəm. Yalnız ayə bunu inşallah ələ almağa çalışacağım. Öncədən bir də bunu deyim, sonra sözə başlayayım. Deməli, ya bu ayələr önəmsizdir ki, Allah elçisi və səhabələr və tabein deyirlər ki, bunlar bunu Qurana qoymayıb. Sual budur ki, əgər önəmsiz bilib Qurana qoymayıblarsa da, sonradan siz bunu niyə önəmli bildiniz? Özünüzü onlardan daha mı ağıllı sanırsınızmı? Yox, əgər bu ayələr önəmlidirsə də sizin dediyiniz kimi və onlar da bunu Qurana buna rağmen qoymayıblarsa, o zaman sahabələr, tabein, ətba'u tabein və hətta Nəbinin özü Allahın sizə görə önəmli bildiyini və vəhiy olduğu halda Qur'ana qoymayıblar və Qur'anı naqis buraxıblar və bunlar xainlik mi etdilər yəni? Zəhmət olmasa bu sualıma cavab versinlər. Əslində bunlar Qur'anda vəhiyin çatışmazlığını, yəni vəhiy var, amma Qur'ana qoyulmadığını iddia edərək həm Peyğəmbəri, həm Allahı, həm sahabəni, həm də o devirdə bütün möminləri belə deyək də nöqsanla, xəyanətlə suçlamış olurlar. Əks halda isə özlərini onlardan ağıllı, onları isə nəuzubillah bu ifadədən Allaha sığınıram, dillərində deməsələr də belə, əməllərində belə deyək də necə deyim, yəni ağlı dayaz, düşüncəsi dayaz bir şəxslər olaraq göstərməyə çalışmış olurlar. Bilmədən, yəni iftira atırlar, bilmədən aşağılamış olurlar, özləri də xəbəri yoxdur. Qaydaq biz mövzumuzun üstünə. Əsas qayda.
Qaydamız nədir? Bunu əvvəlcədən mismarlayaq beynimizdəki. Qur'anın öz iddiası budur. Biz kitabda heç nəyi əskik buraxmadıq. Ənam 38. Bu kitab hər şeyi bəyan edəndir. Kulli şey deməli nətər deyir? Kulli tibyanın yox. Tibyanan kulli şeyin. Hər bir şey üçün tibyandır, bəyandır ifadəsi. Nəhl 89-cu ayədə. Əgər kimsə deyirsə, Qur'anda olmayan, amma dini baxımdan bağlayıcı olan vəhiy var, bu iddiayı Qur'ana ziddir və sübut yükü iddia sahibinin üzərindədir. Yəni, ispat eləməsi onun üzərində olmalıdır. Əslində sən bizdən yox, bizdən dəlil istəməməlisən. Sən bu iddiana dəlil gətirməlisən. Hələ utanmaz bizdən dəlil istəyirsən. Çünki Quran bizə deyir ki, Quranda heç bir şey qaçırmadıq. Hər bir şey üçün açıqlamadır. Sən dediklərin şeyə açıqlama vermədiyi halda iddia edirsən və bunu bizim açıqlamağımızı gözləyirsən. Nə qədər gülməlidir, nə qədər cahilsən, nə qədər savadsızsınız siz. Aydındır nə demək istədiyim? Davam edək. Yəni bu iddia sahibinin üzərində olan bir vəzifədir ki, o bunu sübut eləməyə çalışsın. İndi dediyin ayələri bir-bir gəl sökək, yəni açıqlayaq. Ali İmran 124. 3000 mələk yardım məsələsi. Rəbbinizin sizə 3000 mələklə yardım etməsi sizə yetərli deyilmi? İddia nədir? Güya bundan əvvəl Qur'anda olmayan başqa bir vəhiy var idi. Ayə ona istinad edir. Cavab. Yəni Qur'ana nisbətdə və qəti bu ayə xəbər vermir, xatırladır. Dildə bu istifhami təqriridir, yəni təsdiq sualı. Aydındır? İqrar edici sual, istifhamdır, sualdır yəni. Ayə demir, mən indi bunu deyirəm. Deyir, bu sizə deyilmişdi. Yadınızdadırmı? Sual bu, vəhyin Qur'andan kənar olduğunu yox, Qur'anın canlı hadisəyə müraciət etdiyini göstərir əslində. Eyni üsul başqa ayələrdə də var. Allah sizə kömək etdi. Ali İmran 123. Burada da harada idi bu ayə demirik. Yəni harada kömək etdi o ayəni göstər demirik. Yəni bu sənin belə deyək də özündən ortaya attığın bir iftiradır. Sən bir iftira uydurursan özündən, bir şey uydurursan, desən ki, buradan bu anlaşılır. İndi hanı o? Onda eyni fikri Ali İmran 123-ə də gətirib qoymalısan o zaman. Burada da harada idi bu ayə demirik. Yəni belə nəticə bu ayə xarici vəhiy sübutu deyil. Qur'anın hadisə içindən danışma üslubudur. Yəni bir hadisənin içindən danışma üslubunu ortaya qoyur. Bəqərə 187-ci ayəni gətirir. Halal edildi ifadəsini, siyam gecələrində qadınlarınızla yaxınlıq sizə halal edildi iddiası. Haram edən ayə hanı? Sual budur. Cavab. Burada iki böyük dil xətası var. Birinci səhv. Halal edilməsi üçün mütləq ayə ilə haram olunmuş olması şərt deyil. Birinci bu. Qur'an deyir, Allah sizi çətinliyə salmaq istəmir. Bəqərə 185-də. Deməli, əvvəlki yanlış anlayış ictimai öz-özünə qoyulmuş məhdudiyyətdir. Yəni, psixoloji qadağa Qur'anla ləğv edilə bilər. Bu, nəsx deyil. Belə deyək də, düzəlişdir. Bir şeyi tahsis etməkdir. Düzəltməkdir. Yəni, mən özümdən bir uydurma eləyirəm. Deyirəm ki, oruçluq girəndən çıxana qədər nə gecəsində, nə gündüzündə haram olmamalıdır. Deməli, biz buradan başa düşdüyümüz məsələ bu oldu ki, bir toplum özünə bunu haram etdi, qadağan elədi. Özündən bir şey uydurdular. Allah adından o qədər halallar, haramlar qoyurlar ki, zaten Quranda bunun neçə yerdə dəlillərini görürük. Ən çox Ənam surəsi 145-dən ayə başlayır. Düzdür, orada sair haramları neçədən olur. Sonra bunlar razılaşmırlar və deyirlər 148-də ki, əgər
Allah istəməsəydi nə biz, nə də ata-babalarımız nə bir şey haram edərdik, nə də Allaha nə isə ortaq qoşardıq deyir. Yəni bunu fakt olaraq görürük. Yəni bu məsələnin haramlığının mütləq Allahın qoyması mı önəmlidir ki, yəni? Yəni bu gülünc bir fikirdir. Bu birinci məsələ ki, dediyimiz kimi, birinci səhv budur ki, halal edilməsi üçün mütləq ayə ilə haram olunmuş olması şərt deyil. Bir bu. Quran deyir, Allah sizi çətinliyə salmaq istəmir 185-də. Deməli, əvvəlki yanlış anlayış, ictimai öz-özünə qoyulmuş məhdudiyyət, psixoloji qadağa, Quranla ləğv edilə bilər. Bu nəsx deyil, təhsisdir, yəni düzəlişdir. İkincisi, ayə açıq deyir, siz özünüzə xəyanət edirdiniz. Altına xətt çəkirəm. Nə qədər insanlar xain olar, bu qədər mi Allahın ayələrinə nankörlük edir? Siz özünüzə xəyanət edirdiniz, yəni qadağanı Allah qoymamışdı. İnsanlar özlərinə zülm etmişdilər. Yəni özlərinə bunu qoyublar. Nəticə, burada xarici vəhy yox, insani yanlış anlayışın Qur'ani düzəliş var. Yəni insanın yanlış anlayışı var və Quran tərəfindən bu yanlış anlayışın düzəlməsi vardır yəni. Bəqərə 143, qiblənin dəyişdirilməsi məsələsi, üzərində olduğun qibləni dəyişdik ifadəsi, iddia, qüdüs yönəlmə ayəsi hanı? Sualını verirlər, cavab veririk. Burada qiblə coğrafi istiqamət deyil, bu ən böyük səhvdir. Qiblə Quranda yön, mərkəz, strateji, dini hədəf deməkdir. Qəbələ sözü sənin ha tərəfə yönəlirsənsə, məsələn, xəstənin qibləsi xəstəxanadır. Məsələn, tələbənin qibləsi məktəbdir. Yəni insanların belə deyək də, ehtiyac duyub yönləndiyi o ehtiyacı əldə etmək üçün yönləndiyi hər nədirsə, o onun hədəfi, qibləsi olur, yönü olur. Sənin verdiyin, belə deyək də, suala, o qiblə məsələsinə cavab olaraq Yunus 87-ci ayəsi bunu çox mükəmməl cavablamış olur, sübut edir. Evlərinizi səlatdan ötürü qiblə edin deyir. Deyir, biz Musaya və qardaşına vəhy etdik ki, Misirdə evlər tiksinlər və onları səlatın iqamə olunması üçün qiblə təyin etsinlər. Evlərinizi qiblə edin. Heç kim demir ki, Misirdə hamı evini eyni tərəfə çevirsin. Deməli, qiblə təlim və təşkil mərkəzidir. Nəticə, qiblə dəyişdi. Dini mərkəz və fokus dəyişdi yəni. Bu gizli ayə yox, məqsəd dəyişməsidir. Yəni burada nə anlayırıq? Baxın, xahiş edirəm. Allah Teala İbrahim surəsində və yaxud da Həc surəsində də 26-cı ayələrdə Kəbənin yerini İbrahimə göstərir. İsmaillə birlikdə oranı tikir, bərpa eləyir. İbrahim surəsində deyir ki, aləmin bir qismini əkinə yararlı olmayan bir vadidə yerləşdirdim ki, səlatı iqamə etsinlər və insanların qəlbini onlara qarşı meyilləndir deyə bir duası var İbrahimin. Yəni səlat təlim mərkəzli bir şeydir ki, səlat dini təlim alanlara aiddir, feili şəklindən isə dini təlim edənlərə aiddir. Yəni müəllim səllu eləyir, biz bu barədə çox danışmışıq, videolarımız var. Öyrənənlər isə səlat edir. Baxın, buna dəlil gətirmək istəyirəm. Allah Əhzab surəsinin 43-cü ayəsində gətirir ki, o mələkləri ilə sizləri qaranlıqlardan, yəni zülmətlərdən, zülmət yəni çoxdur. Yəni anlaşılmaz olan, sizin üçün qaranlıq olan hər bir məsələlərdə sizin nura, yəni həqiqətə, haqqa, gerçəyə çıxartması üçün səllu eləyir. Deməli, səllu feil şəklində sənin üçün qaranlıq olan məsələlərdə səni nura çıxardan bilgini sənə ötürən kəs səllu etmiş olur. Qaranlıq olan məsələn sənin üçün aydınlaşdığı zaman sənə onu aydınlaşdıran səllu etmiş olur və sən o bilgini dinləyib, öyrənib, araşdırıb, tam onu qəbul etdikdə isə, doğruladıqda isə və o zülmətlər sənin üçün aydınlığa çevrildikdə isə sən bunu etdiyin prosesin adı da səlat olmuş olur yəni.
Bunu yəqin. Odur ki, Allah heç bir yerdə səlat sözünün ismini özünə işlətməmişdir. Hər yerdə feilini işlətmişdir. Çünki öyrətmək səllu, feil şəklində gerçəkləşir. Hər bir öyrənən, zülmətlər onun üçün aydınlaşmaq üçün öyrənən nəbilər də, mələklər də, insanlar da hamısı səlat etmiş olur. Amma öyrəndikdən sonra başqalarını öyrəndiyi zaman Allahın onlar üçün etdiyini etmiş olurlar deyə səllu olur ki, bu da Bəqərə surəsi 238-də səlatul vusta olaraq ortaya qoyulmuşdur. Orta səlat. Yəni Allahın sizə etdiyi şeyin eynisini başqalarına edirsiniz. Ona görə mərkəz səlat olaraq qalqılanmışdır. Mövzum bu deyildi. Keçirəm Təhrim surəsinə. Deməli, sözüm nədir? Deməli, bu səlatdan ötürü idi, düzdür? İndi bu ev Allahın vəhyinin dünyaya yayılması üçün dünyanın mərkəzində tikilmiş bir hədəf yeri idi. Və Məhəmməd Nəbi əvvəl oradan öldürülmək istənilir və o Yəsribə, yəni indiki deyilən Mədinə şəhərinə gəlir. Oranı dini mərkəzə çevirir. İlk müsəlmanların hədəf yeri ora olur. Vəhyi almaq üçün Nəbinin yanına ora gəlirlər. Amma sonradan Allah elçisinə sənin çıxdığın yerə geri qaytaracaq vədəsini verir. Və beləliklə Allah elçisinə təzdən Məkkənin qiblə olduğunu, razı qaldığı həmən o hədəfə yönləndirmiş olur. Və dini öyrənmək üçün ora gəlir. Və Quranda heç bir yerdə namaz qıldığınız zaman Məscidül Hərama tərəf yönəlin deyə bir ayət yoxdur. Haradan çıxsanız, yəni dini öyrənmək üçün, Allahın göndərdiyi vəhyi əldə etmək üçün haradan çıxsanız Nəbinin olduğu yerə getmək lazımdır. Çünki Quranda Allah bizə deyir ki, Həc surəsi 26-dan o ayədə ki, İnsanlar arasında həcci elan et, qoy yorğun miniklərlə sənə tərəf gəlsinlər. Yəni, daşa divara yox, Nəbiyə tərəf gəlmələri, İbrahimə tərəf getmələrini göstərmiş olur ayə bizə. Bu günləri həccin hökmünü reallaşdırmaq üçün yenidən hüccətin gəlməsi, vəhyin, dəlilin gəlməsi şərtdir. Və o vəhiy gələn kəsin dünyanın mərkəzində olan həmən o evdə durub, insanları həccə dəvət etməlidir ki, hüccətlər gəlib, gəlin alın. Deməli, Məhəmməd Nəbi son nəbi olduğuna görə və vəfat etdiyinə görə, hüccət də tamamlandığına görə və hər kəsə ulaşıb yetişdiyinə görə həcc hökmü bu günləri işləmir, yəni həyata keçirilməz. Bu gün insanların etdikləri həcc deyil, daş başına fırlanıb, daşa atıb, daş öpməkdən və ərəblərə öz pullarını yedizdirməkdən başqa bir şeyə xidmət etmir. Onlar bunu niyə demirlər insanlara? Çünki onlardan çox gəlir əldə edirlər axı. Ona görə də bunu demək istəmirlər. Bu qədər. Mövzum bunu anlaşıldı ki, yəqin ki, həccin nə anlama gəldiyini başa düşdük. Qaydaq Təhrim surəsinin 3-cü ayəsinin iradına ki, bunu mənə kim xəbər verdi? Məsələsi ki, orada sorsunlar, bunu sənə kim xəbər verdi? Orada Nəbi deyir ki, bunu mənə bilən və xəbərdar olan bildirdi. İddia budur ki, əgər Allahdırsa bu vəhiy hanı? Cavab, ayə qəsdlə kimliyi gizlədir. Yəni, qeyri-müəyyənlikdə gəlibdir. Müəyyənlik olaraq Allahı qəsd etmək üçün olsaydı bu şəkildə gəlməməliydi. Cavab, deyil, ayə qəsdlə kimliyi gizlədir. Niyə? Çünki məsələ ailəvidir, hüquqi hökm yoxdur, ictimai elan məqsədi yoxdur. Əgər bu şəriət hökmü olsaydı, Quranda açıq gələrdi. Ümumi vəhiy olsaydı, təbliğ edilərdi. Amma bu xəbərdar etmədi. Qanun qoyma deyil. Nəticə hər ilahi bildiriş şəriət vəhiyi deyil. Quran özü bunu ayırır yəni. Bir dənə də əlavə edək. Orada ələ kulli şeyin hər bir şeyi bilən və xəbərdar olan ifadəsi də yoxdur. Sadəcə bilən və xəbərdar olan bir kəlməsi keçmişdir. Əgər bu Allah olsaydı, hər bir şeyi bilən sözü ora qoyulardı. Sanki Allah unutmuşmuş kimi tərcümələrdə bunu qoyurlar. Amma ərəbisində hər bir şeyi bilən sözü keçmir. Sadəcə bilib xəbərdar olan biri dedi. Bilib xəbərdar olmaq sifəti isə insan üçün də ola bilər. Yəni insan da bir şeyi bilə bilər, bir şeydən xəbərdar ola bilər. Sadəcə, bəli, Allah hər şeyi aşkara çıxardır. Amma bəzən bunu vəhiy ilə də aşkara çıxartmış ola bilər. Bəzən də ikisi danışdığı zaman üçüncü birinin onu eşidib Nəbiyə xəbər verməsi ilə də aşkara çıxmış ola bilər. O xəbər verənin
belə deyək, təhlükəyə düşməməsi üçün bunu gizli saxlayır və bilən və xəbərdar olan biri dedi deyir. Amma bu xanımlar zaten iman gətirmiş qadınlardır. Çünki Nəbinin kafirlə və müşriklə evlənməsi qadağan edilir Quranda. Möminlərə də, Nəbiyə də. Belə bir halda qadınların bunu sənə kim xəbər verdi sualı əslində bir təyiddir. Yəni, dəqiq bilmək istəyirlər ki, bu vəhyidir, yoxsa eşidib kimsə gəlib xəbər veribdir. Yoxsa onlar bilmirlərmi ki, Nəbi Allahdan vəhiy alırdı? Nəbinin bu cür cavabı isə onları bu şübhədən qurtarmadı. Elə yenə də o şübhədə qaldılar ki, görəsən bu xəbər verib bilən Allah mıydı, yoxsa onlardan biri idi mi? Əslində burada bir teoriyanın da olduğunu görmüş oluruq. Yəni mən həqiqəti deyirəm, amma o adam yenə də məsələni tam dəqiq belə bilmir, kəsdirə bilmir. Və yaxud da elə bilir ki, mənim dediyim sözdən qəsd Allahın xəbər verməsidir. Aydındır nə demək istədiyim. Nəysə, sözümüz, söhbətimiz bu deyil və burada önəmli məsələlərdən biri də ki, bunlar özlərindən min dənə hoqqa çıxarda, gah bal yemək məsələsi gətirir, gah nə bilim ağzından pisik gəlmək məsələsi gətirir, çox abırsızcasına danışırlar. Əslində bu ayətin Əhzab surəsi 37-ci ayətindən də əlaqəsi var. Çünki elçinin qorxduğu, insanların tənəsindən çəkinib gizlətdiyi bir məsələ vardı. O da Zeynəbin boşandıqdan sonra onunla nikahlanmasının elan məsələsini gizlətməsi idi. Və bunu xanımlarına bildirdi və xanımlar da bunu deməsini, bu ayəti açıqlamasını ona and istirib halal etdi. Halbuki Allah bu evliliyi ona halal etmişdi. Allahın halalını xanımların razı salmaq üçün özünə haram etdi və onun üzərinə bu ayətlə Allah bildirdi ki, atlarınızı geri götürün və bunu elan etməlisən yəni artıq. Aydındır. Elə iradda yenə adam Təhrim surəsində bu iradı tutduqdan sonra dalınca da Əhzab 37-ci ayəni gətirərək əslində haramın nə olduğunu özü zaten bildirmiş olur. Nəysə, iddia, nikah əmri hanı? Cavab. Bu iddia nikahın Qur'ani tərəfini bildirməkdən doğur. Qur'anda nikahın əsasları açıqdır. Qarşılıqlı razılıq olmalıdır Nisa 19-a görə, mehir Qəsəs 27-yə görə, elan Bəqərə 235-ə görə 3 dənə şərt var. Hər iki tərəfin razılığı, təyin olunan bir mehir və bir də elan edilməsi ki, biz evləndik elanını qoymalıdır ortalığa. Zeynəb razı idi, Nəbi razı idi, mehir istəmədi. Xüsusi icazə var. Çünki Allah deyir ki, mehir istəmədən özünü Nəbiyə bağışlamaq məsələsi bir dənə Nəbiyə aiddir. Möminlərə bunu icazə vermir Allah. Bu xüsusi bir icazəsi var. Qalan tək şey nə idi? İctimai elan. Nəbi bundan çəkinirdi. Allah isə bunu Qur'anda elan etdi. Nəticə bu, yəni nikah forması deyil, mövcud nikahın ictimai qorxudan azad edilməsidir, elanıdır yəni, azad elanıdır. Yekun olaraq bu iddiaların kök səhvi hamısının ortaq xətası Qur'anı hüquqi kitabı kimi oxumaq. Deməli, diqqət elədirsə, hamısının ortaq xətası Qur'anı hüquq kitabı kimi oxumaq. Halbuki Qur'an tarix müraciət edir, tarixə müraciət edir, psixologiyanı düzəldir, yanlış anlayışı islah edir, canlı cəmiyyətlə danışır. Qur'anda boşluq yox, oxuyanın baxışında boşluq vardır. Bu, diqqət eləyən, Qur'anda boşluq yoxdur. Oxuyanın prizmiyə yanaşması, baxış bucağında boşluq vardır. O boş görür ki, bu yoxdur. Bu Quran konstitusiya kitabı deyil. Bu Quran bundan ötürü deyil. Bu Qur'anın hidayət etmək baxımından heç bir şey nəzərdən qaçırmamasını ortaya qoyur. Bu dini baxımından Allahın dinində heç bir boşluğun olmamasını ortaya qoya bilər. Sən amma bunu götürüb bütün sahələrə aid elədiyin zaman aləm bir-birinə dəyişir. Qızıl cümlə ilə bitirim. Qur'an bunun ayəsi hanı deyənlər üçün deyil. Məntiqin anlayanlar üçün nazil olubdur. Bir də təkrar edirik. Qur'an bunun ayəsi hanı deyənlər üçün yox,
Məntiqini anlayanlar, yəni Qur'anın məntiqini anlayanlar üçün nazil olub. Bu qədər. Ona görə də əgər sən Qur'anın məntiqini anlamaq üçün Qur'anı oxusan, Qur'anda boşluq yoxdur. Amma sən Qur'anda boşluq axtarmaq məqsədi ilə Qur'an oxusan, bu Qur'an sənə aid deyil. Bizim səndən də işimiz yoxdur. Sən get öz uydurduğun, doldurduğun, özünün içini istədiyin şeylərlə doldurduğun kitabla öz dinini yaşa. Bizdən uzaq ol. Esselamu aleykum və rəhmətullah.